Bayaq iş hesabımda bir də baxdım, biri şərhlərdə yazıb ki, bax, sübut eləyə bilərəm ki, belə yazıb da deyəsən, yalan bir cümlə qurmayayım. Sübut eləyə bilərəm ki, o əslində qarşısında heç kim yoxdur, özü-özünə rəqs eləyir, video paylaşır. Bir neçə nəfər də yazıb ki, valla mən də o düşüncədəydim. Başınıza armud düşməsin, yazıqsız. İşləyirəm, şükür, oxuyuram, uşağımı böyüdürəm, şükürlər olsun, kimsəyə möhtac olmadan. Bəzən xəstə oluram, bilənlər bilir, bəzən yeriyə bilmirəm ağrıdan, bəzən özümü daha sağaldıram, şükürlər olsun. Amma heç kimin minnəti ilə yaşamıram və özünü tanımayan, üzr istəyirəm, daha başqa söz deməyim, bizim tərbiyəmizə yaraşmaz, bilirsiniz, biz belə şeylər bizə yaraşmır. Yerdən bitmə sarımsaqlar, oturur telefonun arxasında, klaviatura, qarnım cırıldır, oturur yazır belə boş-boş şeylər. İndi neyim, oturum ona əsəbləşeyim. Deyim ki, valla mən evdə, baxın, indi cəmaatın üzünü göstərəcəm. Bugünkü söhbətimə gəlir, o videolar paylaşacağım. İnsanlar siz nə qədər işləyin, eləyin, bir şeylər, yaxşı şeylər eləməyə çalışın, yenə sizi yargılayacaq, sizi bir şey lağ eləyəcək, bir şey bularlar. Onlara da biz ağcaqanad deyirik. Ona görə siz doğru bildiyiniz yolda davam eləyin. Allah sizə inanın qapılar açacaq, elə qapılar açacaq ki, şükür bu günümüzə. Və o ağcaqanadlar, başlarına armud düşənlər elə deyə qalacaqlar. Yəni heç kimsə sizin motivasiyonunuzu düşürməsin. Mənim motivasyonum düşmüyor bu arada. İndi deyirlər ki, yox, yuxum gəlir, səhərdən dərsləyəm, bir də acam. Yemək yemək istəyirəm, amma gecə saat 1-ə gəlir. Ona görə yuxum gəlir, yox, ona. Əsəbləşmə heç halım yoxdur. Nəysə, sevirəm sizi.